Dəmir əksikliyi, dəmir çatışmazlığı bir çoxlarının problemidir. Gəlin görək dəmirlə zəngin olan 10 qida hansıdır? Birinci yerdə qaraciyər dayanır. Qaraciyərin 100 qramında təxminən 6,5 mg dəmir var. Nəzərə alın ki, kişilərdə ortalama dəmir ehtiyacı 8 mg, qadınlarda isə 15 mg-dır. 100-150 qram qaraciyər yeməklə gündəlik dəmir ehtiyacınızın böyük bir hissəsini ödəmiş olarsınız. İkinci yerdə isə qırmızı ət gəlir. Əslində siyahını əl çatanlığına görə sıralamışam. Qırmızı ətin 100 qramında 2,7 mg dəmir var. Üçüncü siyahıda isə ispanaq gəlir. Ispanaq da qırmızı ətdən geridə qalmır. Dördüncü yerdə isə noxud və mərcimək gəlir. Beşinci yerdə isə balıqlar gəlir. Balığın 100 qramında 2,9 mg dəmir var. Altıncı yerdə isə tofu dayanır. Tofu soya bitkisindən hazırlanan pendir növüdür. Onun 100 qramında 5,4 mg dəmir var. 7-ci yerdə isə quru meyvələr gəlir. Xüsusilə ərik qurusu və kişmiş. 8-ci yerdə isə balqabaq toxumu var. Balqabaq toxumunun 100 qramında 3,3 mg dəmir var. 9-cu yerdə tünd şokolad gəlir. 100 qramında 11 mg dəmir var. 10-cu yerdə isə ən çox tapılan bir məhsul var, yumurta var. Bir böyük yumurtanın tərkibində təxminən 0,9 mg dəmir var.